Müharibə başa çatıb, müharibə qurtarıb, amma Azərbaycan xalqının övladlarının hərbi hissələrdə öldürülməsi başa çatmır. Təəssüflər olsun ki. Müharibədən sonraki dövrdə əsgər ölümləri daha çox biz tez-tez Dövlət Sərhəd Xidmətindən eşidirik. Bunu qeyd etmək lazımdır ki, ölüm halları biz ancaq mediaya çıxan, insanlar tərəfindən danışılan, orduda həqiqətən baş verən hadisələri tam dəqiqliyinə biz bilə bilmirik. Dünən biz yenə bir dəhşətli bir ata fəryadının şahidi olduq sosial şəbəkələrdə. O Tovuz rayonundan rəhmətə gedən əsgərlə bağlı. Naxçıvandakı Ensaylı hərbi hissədə xidmət edən 2 ayın əsgəri Natiq Məmmədov. Natiq Namikoğlu Tovuz rayonunun Eyyublu kəndindəndir. Ən yaralı yerimiz budur. 2 ayda Müdafiə Nazirindən 5 dəfə balaca, 10 dəfə balaca qurum Dövlət Sərhəd Xidmətinin 2 ay ərzində ölən hərbiçilərinin sayı Müdafiə Nazirliyində 4 ildə qeyri-döyüş şəraitində ölənlərdən çoxdur. Allah yerine ben Osmanlı'na Naxçıvan Sərhəd Xidməti 2026-cı ilin 6-cı ayındayım. Dövlət Sərhəd Xidmətində 6 nəfər qeyri-döyüş şəraitində həyatını itirib. Və bunlardan 3 nəfəri rəsmi şəkildə deyiblər ki, intihar. Bu intihar edənlərin biri daxili Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin 11-ci sinif şagirdidir. Digəri Dövlət Sərhəd Xidmətinin Akademiyasının İkisi dostdur. birinci kurs tələbəsi və bunlar eyni məktəbdə oxuyublar, bir-birini tanıyıblar, dost oldular. Xüsusi məktəbdə oxuyan dostlardan biri sonra intihar edib və sonra intihar edib bu ilin yanvar ayında Dövlət Sərhəd Xidmətinin Yevlaxda yerləşən hərbi hissəsinin zabiti. Baş leytenant özünü atıb öldürüb. Və bir də bu Cəbrayılov Ramin deyirlər ki, intihar edib. Başına 3 güllə də intihar edən adam. Qabil və siz hərbiçisiniz, zabitsiniz. İnsan bir dəfə güllə ata bilər, özünü bir dəfə tətiyi basa bilər. İstənilən halda bu 3 güllə davada girə bilməz. Mən də uzun müddət hərbidə olmuşam, müharibədə olmuşam, 5 il gəncliyim hamısı səngərdə keçib, belimizdə, çiynimizdə avtomatla keçib. Bu avtomat silahla əgər özünə atəş açıbsa, 3 güllə dəyə bilməz bu adam. Yəni məntiqsizdir. Adamı öldürüblər, intihar adı ilə gətirib qoyurlar və heç bir sənəd verilmir. Keçən il Dövlət Sərhəd Xidmətinin Şəmkirdə olan hərbi hissəsində ard-arda 2 əsgər öldürüldü. İkisinin adını qoydular, intihar edib, heç kəs cəzalanmır. Elçin Quliyev 2022-ci ildə Yeni Azərbaycan qəzetində verdiyi müsahibəsində deyir ki, 2-ci Qarabağ müharibəsi dövründə 47 nəfər döyüşlərdə şəhid oldu. Və müharibədən sonraki dövrə baxın. Bu ilin 6 ay ərzində 6 əsgər öldü. 2025-ci ildə 11 nəfər öldü. Dövlət Sərhəd Xidmətində müharibədən kənar edildi. 2024-cü ildə 3 nəfər öldü. 2023-cü ildə 9 nəfər həyatını itirdi. 2022-ci ildə 32 nəfər müharibə olmayan ölkədə Dövlət Sərhəd Xidmətində 32 nəfər ölüm hadisəsi oldu. Və üst-üstə toplayanda 61 hərbiçi idi. Müharibədə 47 nəfər itirən bir dövlət xidməti müharibədən sonra 61 nəfər adam itirdi. Elçin Quliyev bu illər ərzində nəinki cəzalandırıb, nəinki vəzifəsindən götürüb, əksinə daha da Azərbaycan hakimiyyətinin yanında, hökumətin yanında mövqeylərini gücləndirib. Elçin Quliyev İlham Əliyevin səlahiyyətli adamı olaraq kralın yanına 2 aydan bir gedən, kral 3-cü Charlesin yanına gedən, Avropadakı tədbirlərin başında gedən, hətta gizli yoldan bütün dünyaya, ərəb ölkələrinə gedən bu adam biz nə düşünməliyik? Mən artıq məlumat almışam. Dövlət Sərhəd Xidmətində bu qədər ölümlərin səbəbi əsgərlərimizin orqanları. Orqan qanunla analiz verirmi? Ay savur, şprislərlə çəkirlər. Hansı şeyxə, hansı krala, hansı dünyanın böyük ailələrinin hansı adamına, hansı orqan yarayırsa, əsgərdir də orada. Öldürüb verirlər. İlham Əliyevin ən güvəndiyi adam kimi. Yadınızda Britaniya yayımladı, mən verdim efirə, Amerika. Epşteynə ən çox uşaq daşıyan İlham Əliyevin qudası Araz Emin ağalar oğulları olubdu.